Bismillah. Deməli yazılıb ki, burada bax görürsünüz mescidin girişindədir. Fadlus salati məscid Quba. Quba məscidində namaz qılmanın fəziləti. Aşağıda yazılıb hədis. Qalə Rasulullah sallallahu aleyhi və səlləm. Allah Resulü sallallahu aleyhi və səlləm dedi. Mən tatahhara fi beytihi thumma ata məscid Quba فصلى فيه صلاة كان له كأجر عمرة. Ne deyir? Mən tatahhara. Tatahhara təmizləndidir. Amma burada məna nədir? Yəni məna üçün yanını dəstəmaz alar. Fi beytihi evində. Sonra gələr Məscid Quba, Quba məscidinə. Fəsallə fihi orada deyir namaz qılar. Fəsallə fihi salatan namaz qılar. Kənə lehu kəəcri umrə. Ona deyir ümrə əcri kimi əcr olar. Yəni ümrənin savabı tam yazılar ona. Elhamdülillah. Aşağıda deyir Ravahu İbn Məcə bi sənədin sahih. İbn Məcə rahimehullah rivayet edibdir sahih sənədlə. Allah sizdən razı olsun. Allah malınıza, pulunuza, evinizə bərəkət versin.